Salam mənim əzizlərim, davam edirik qız bürcü ilə. 15-22 fevral həftəsi qız bürclərini nələr gözləyir ona baxacağıq. Bu həftə halqalı günəş tutulmasının təsiri altında qızlar kontrolu buraxmaqla düzən qurmaq olurmuş anlayışını öyrənəcəklər. Hər şeyi analiz etmək istəyirsiniz, amma tutulma deyir ki, hər şey hesabla həll olunmur. Bəzi şeyləri axışına buraxmaq daha yaxşıdır. Daxili gərginlik arta bilər bu həftə. Detallara ilişmək ehtimalı daha yüksəkdir. Xırdaçılıq etməyin. Tutulma mükəmməllik yox, uyğunluq sizə öyrədəcək. Qızların hərəkəti. Hər planı dərhal icra etmək olmaz. Yarımçıq qalan işlər ola bilər. Diqqət çəkə bilər. Siz ya başqa bir yönə, başqa bir tərəfə gedə bilərsiniz. Addım-addım getmək ən sağlam yoldur. Plan qurun və addımlayın. Sevgidə tənqidə meyl arta bilər. Qarşı tərəfi düzəltmək istəyi münasibəti yora bilər. Özünüzü nədənsə asılı hiss etməyin. Daha çox anlayış göstərin, daha az analiz edin. Bu həftə nələrsə qəbul edin. Özünüzü nədəsə sıxışıb qalmış kimi hiss edirsiniz. Ətrafda deyilən sözlər sizə təsir edir və aşırı yorur. Bunlardan uzaq olun. Pul. Hesab kitaba diqqət edin. Burada xərclər ola bilər. Yolunuzu, büdcənizi sadələşdirmək sizi daha da rahatlatacaq. Karyera. Karyerada detallar sən görürsən, amma hər şeyi öz üzərinə mən edərəm etməyin. Gözləntilər çox ola bilər. İş yükü arta bilər. Sağlıq. Sadə qidalanma, həyatdan zövq almağa baxın. Xəbərdarlıq qız bürclərinə. Xəbərdarlıq odur ki, hər şeyi nəzarətdə saxlamaq istəyi, sahiblənmək istəyindən uzaq durun. Kiçik bir səhv sizin düşmənizə səbəb ola biləcək. Yəni çox istəmək yox da qədərincə istəmək sizin üçün daha yaxşı olar. Görək mələklərdən qız bürclərinə mesaj. Ani diqqət tələb edən ani hadisələr ola bilər. Zaman önəmlidir. Hər şey diqqətli düşünün. Bu həftə qız bürcləri üçün çox şey həll olunur. Yeni qərarlar verməlidirlər. Ani bir hadisələr həyatlarında böyük bir dəyişikliklərə səbəb ola bilər. Bu qədər mənim əzizlərim.